Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşlarından 200-250 metr məsafədə 4 otaqlı tam təmiri, giryaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bu ev bir neçə ilin evidir, yaşayışlı ev olub, təzədən təmir olunub, satışa çıxardılıb, oturmuş evdir. Qurqaboy qoşadaşdan inşa olunub, yan tərəflər hər yeri açıqdır, havalanmaya tam uyğundur, evin arxası, böyrü, başı hamısı açıqdır. Gördüyünüz kimi, bura həyət yanı sahəsidir, həyətinə 2 dənə maşın rahat daxil ola bilər. Evin raşotkaları qoyulub, içində mətbəxi, hamısı kombi sistemləri, hamısı hazır vəziyyətdədir. Gördüyünüz kimi evin bura yan tərəfləridir, arxası da açıqdır, həm də yol keçir, yəni evin hər tərəfli demək olar açıqdır. Havalanmaya tam uyğundur, pəncərələrdən rahat tam evin içində işıq düşür. Həyətyanın sayəsində gördüyünüz kimi tamet daşları düzülüb, drapları qoyulub, demək, qaz, su, işıq, kanalizasiya mərkəzi xəttdir. Gördüyünüz kimi də evin xarici görünüşü də belə rahat. Gördüyünüz kimi rəng vurulub, ev 8-9 daş kürsüdə inşa olunub. İndi qalxırıq evin içinə, tanış olaq hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Girən kimi dəhlizi hardasa 1.70-1.80 olar. Tavanları rahat 3 metrdir. Sol tərəfdə mətbəxdir. Hardasa təxmini bir 12-14 kvadrat təxmini ölçü deyirəm. Hörmətli izləyicilər 12-14 kvadrat olar. Hazır mətbəx mebelləri yığılıb, kombi sistemləri qoyulub. Hazır evdə. Qoşa daşdan inşa olunub, oturmuş evdə. Hörmətli izləyicilər. 4 otaqlı evdir. Sağda burada mətbəxdir. Mətbəxə hardasa 3.80-i 6.50 olar. Ev sadə təmir olmuş evdir. Tavanları gördüyünüz kimi sadədir. Açıq aboylardan istifadə olunub. Aboylar da gördüyünüz kimi zövqlü aboylardan istifadə olunub. Burada uşaq otağıdır. Təxmini bir hardasa 10-12 kvadrat olar. Gördüyünüz kimi hörmətli izləyicilər, pəncərələrlə də tam rahat evin içinə işıq düşür. Qurqavoy da qoşa daşlı, kəməri, fundamenti hamısı vırılıb. Sağda burada bir geniş yataq otağıdır. Burada hardasa 14-15 kvadrat, 15-16 olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyir. Görürsünüz, bu pəncərələr də tam rahat açıqdır. Evin hər tərəfinə rahat işıq düşür. Sonda burada da bir dənə də balaca bir otaqdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırın. 2 dənə uşaq otaqları, həmişə 2 otaqlar uşaq otağı olur, balaca olur. 4 otaqlı evlərdə adətən belə qız oğlan üçün nəzərdə tutulmuş balaca uşaq otaqlardır. Bir dənə də geniş yataq otağı olur həmişə. Zal da həmişə genişdir, normaldır. Bu da bir böyük yataq otağıdır. Sonda da dəhlizin sonunda burada sanuzeldir. Sanuzeldə gördüyünüz kimi təmiri vəziyyətdədir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-38-08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmaz hörmətli izləyicilər. Demək, evin qiyməti də nəzərinizə çatdırım 118.000 stat qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 118.000 stat qiymət. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin.